1 aprel zarafat eləyib ki, Trump Şuşaya gəlir. Bəzi geri zəkalılar da ciddi alıblar. Bir də görürsünüz, hökumət belirləyir bir dənə. Ay, hay vururlar, ay millət, bəs deməzsinizmi? Əhaliyə şad xəbər, maaşlar qaldırılır, nə uşaq pulu verilir. Ham bir var, şad xəbər əhaliyə, uşaq pulu veriləcək. Girirsən xəbərin içinə ki, hansısa bir siyabuşmu, nə bilim, hansısa bir sarsaq bir deputat uşaq pulu verilməlidir deyir və onu da sanki prezident deyibmiş kimi yayımlayırlar. Qələt eləyirlər, belə şeylərə inanmayın. Dəyərli soydaşlarım, əksinə boykot eləyin, elə efirləri. Osman qızının son zamanlar baxıram yayımına bir balaca qənaət bəxşdir. Bir balaca Osman qızı əvvəlkinə baxanda qənaət bəxşdir. Bunlar Qurbanın yanında yer aldığı. Çulban axırı nə oldu? Çulban yoxa çıxıbdı. İnşallah vəziyyət sürətlə inkişaf edir. Vəziyyət elə bil ki, bir gündə baş verən proseslər 10 il ərzində, 20 il ərzində, 50 il ərzində baş vermirdi. O dərəcədə dəhşətli proseslər baş verir. Artıq Fransa ordu göndərdi Ukraynaya. Artıq Avropanın böyük ordusunu yaradır. Böyük ordusu Ukraynaya istiqamətində gedir və yaxud çatıbdır və yaxud yeni ordular, yeni birləşmələr gedəcək. Avropa öz ordusunu yaradır. Avropanın özü hətta səs sorğularında da yarıdan çox insanlar Amerikadan tam baxımsız bir ordumuz olmalıdır. Avropanın bir birliyi ordusu olmalıdır. Belə şeylər paylaşırlar. Dəhşətli dərəcədə tank, raket, artilleriya, tank kolonları Ukrayna istiqamətində gedir. Bunu Almaniyanın bütün kara dəmir yollarında, avtomobil yollarında görmək olar, dəyərli həmvətənlərim. Və Ağa Paşa bəy, mən idim zəng edən. Hər nəysə. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, indi çox böyük hadisələr olmalıdır. Vallahi mən də o həmin hadisələr gözləyirəm ki, bir sensasiyalı xəbərlər kimi sizə təqdim edeyim. Bu videoda nədən xəbər alacaqsınız? Azərbaycan xalqı bunlara layiqdirmi? Dubayda bir içki mərasimində, məclisində bir stəkan içkiyə 37.500 avro, yəni 70.000 manat pul ödəyən Azərbaycanlı Diana Ahadpour. Bəs bu Diana Ahadpour kimdir? Azərbaycan prezidenti İlham Əliyevin qumar dostu və bizneslərini idarə edən şəxsin həyat yoldaşı. Faktları, subutları hamısını sizə göstərəcəm. Bax, elə ilk fakt budur. Ödədiyi çek bir stəkan içkiyə görə. Baxın, videonu da sizə göstərirəm. Görün, Diana Ahadpour və bunun həyat yoldaşı kimdir? İlham Əliyev ilə bağlılığı nədir? Dubayda nə hoqqa verir? What do you want to say? Diana, congratulations. Are you happy with the 150? Super happy, especially when the beautiful lady is buying these two good. 150,000 dirhams! Ladies and gentlemen, please a round of applause. Diana, you have Diana Ahadpour, bu qadın. Həyatın içində onu da deyəcəm, görəcəksiniz. history here tonight. For the first time and the only time in the world, we want to congratulate you. Dünyada bir stəkan içkiyə bu qədər pul xərcləməyib kimsə. Əlindəki bax o içkinin qiyməti, sadəcə bir stəkanın qiyməti 70.000 manatdır. Bu, mən söz tapa bilmirəm. Baxın. I'm going to leave. Congratulate you. I'm going to leave. Bax, bu da çekidir. Böyük bir çek çıxardıblar, çünki bir stəkan içkinin qiymətidir bu. Kimin arvadıdır bu? Bu gözəl çək kimdir? İndi sizə onu da tanıdacağım. 3 il öncə kimliyini izah etmişdim. Və bunlarda utanan sifət yoxdur. Dubaylarda hoqqa verməklərdə davam edirlər.
Bəs Azərbaycan xalqının milli mənəvi dəyərləri, əxlaqı, ədəbi, ərkanı, hələmə xalqın sərvətlərinin havaya uçurulması, soğurulmasını demirəm, onu da demək lazımdır. Bu oğrular görün xalqın sərvətləri hesabına nələr edirlər. Bundan artıq nə göstərək biz? Əziz xalqım, gözünüz açılsın. Görün bizi kimlər idarə edir. Bu sıradan bir şəxs deyil. Kimdir? Videoma baxın. 3 il əvvəl kimliklərini bildirmişəm. 17 villası barəsində videomuzda Azərbaycan prezidenti İlham Əliyevin Dubaydakı Sofitel oteli və Palma adasındakı 17 villası barəsində məlumatları vermişdik. Qeyd etmişdik ki, Sofitel oteli prezidentin qızları Leyla və Arzu Əliyevanın sahibi olduğu FCCO şirkəti tərəfindən satın alınıb. İndi sizə Dubayda bir neçə otelin və villanın sahibi olan bu böyük şirkətin prezidentin qızlarına məxsus olduğunu sübut edən sənədi göstərəcəm. Eləcə də Əliyev ailəsinin Dubaydakı mülklərini idarə edən qardaşların və həmçinin İlham Əliyevin qumar dostunun kimliyini açıqlayacağam. Bu Diana Əhədpur həmin Əliyevin qumar dostu və bizneslərini idarə edən şəxsin adı da o. Onun həyat yoldaşıdır. Bunlar dünya və Azərbaycan mediasında ilkdir. Azad Söz kanalı yayımlayır. İlk öncə xahiş edirəm ki, bu videonu bəyənin, yayın ki, daha çox insan izləsin. Prezident ailəsinin nə qədər acgöz, nə qədər oğru olduğunu çox adam bilsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən bu kimi gerçəklərdən vaxtında xəbərdar olasınız. Prezidentin qızları Leyla və Arzu Əliyevalara məxsus olan bu şirkət 2004-cü ildə yaradılıb. Sahra FCCO şirkəti Dubayda yerləşir. Şirkət Cəbəl Əli zonasında 45, 48, 56 post ünvanında yerləşir. Sənəddən də göründüyü kimi şirkətin sahibləri 38 yaşlı Leyla Əliyeva və 34 yaşlı Arzu Əliyevadır. Bu 3 il 2023-cü ilin videosudur. Hər biri şirkətin 50%-nə sahibdirlər. Yəni yarısı Leylanın, yarısı da Arzunundur. Şirkəti idarə edən şəxs isə İran vətəndaşı Behzad Əli Əhədpur Xangahdır. Azad Söz kanalı bu sənəd vasitəsilə onu da aşkara çıxarıb ki, prezidentin qızları Dubayda Merkuri otel və mənzillər halqasına da sahibdir. Azgöz ailənin pul və dövlət hərisliyi bitib tükənmək bilmir. Keçək prezident ailəsinin Dubaydakı bizneslərini idarə edən qardaşlara və İlham Əliyevin qumar dostuna. Bax, ekranda gördüyünüz bu şəxs Manuçehir Əhədpurdur. Yəni, bu Diana Əhədpurun həyat yoldaşı. Dubayda Azərbaycan prezidentinin ailəsinin bizneslərini idarə edir və sənəddə də biznesi idarə edən icraçı şəxs kimi, direktor kimi də bu qardaşların iki qardaşdır. Adları var. Yəni, sahibləri həmən otellərin sahibləri və Sahra FCCO şirkətinin sahibi prezidentin qızları Leyla və Arzu Əliyevalardır. Amma o oteli və şirkəti və biznesləri idarə edən bu Manuçehir Əhədpurdur. Bu Diana Əhədpurun həyat yoldaşı. 70.000 manat bir stəkan içkiyə, kokteylə pul xərcləyibdir. Dubayda Əliyev ailəsinin bizneslərini idarə edən ən əsas şəxslərdən biri Behzad Əhədpur Xangahdır. Sənədlər onu da üzə çıxarıb ki, Behzad Əhədpur Xangah Leyla və Arzu Əliyevanın sahibi olduğu FCCO-ya məxsus Sofitel Palm Jumeirah otelini inşa edən və Dubayda yerləşən Mirk Group şirkətinin baş icraçı direktorudur. Sona qədər qulaq asın. Burada Mirk Group inşaat şirkətinin də Azərbaycan prezident ailəsinə məxsus olması haqda şübhələr yaranır. Əliyev ailəsinin maliyyə sahəsində çirkli işlərini görən önəmli şəxslərdən biri Behzad Əhədpur Xangahın qardaşı Manuçehir Əhədpur Xangahdır. Məsələn, Maltada prezident ailəsinin çirkli pulları bu adamın vasitəsilə yuyulub. İlham Əliyevin xarici dövlət adamlarına verdiyi rüşvətlərin bir qismi də Manuçehir Əhədpurun vasitəsilə həyata keçirilir. Sənədlər üzə çıxarıb ki, Maltanın sabiq baş naziri Joseph Muscatın Mizzi və Şembri ilə birgə 2015-ci ildə Bakıya səfərindən və İlham Əliyevin görüşündən sonra Manuçehir Əhədpur Xangah Maltada bir neçə şirkət açıbdır. Sonradan bu şirkətlərin İlham Əliyevin ailəsinə məxsus olduğu ortaya çıxıb. Maltada İlham Əliyevlə Maltanın sabiq baş nazirinin gizli biznes əlaqələrini araşdıran Maltalı jurnalist Dəfnə Qaliziya 2017-ci ildə avtomobilinə bomba qoyularaq öldürülüb.
İran vətəndaşı Mançehir Əhədburun Azərbaycanda da biznesləri vardır. O, xarici iş adamı adı ilə güya Azərbaycana yatırım edib. Lakin araşdırmalar onu göstərir ki, onun Azərbaycanda idarə etdiyi biznesin böyük bir hissəsi Azərbaycan prezident ailəsinə məxsusdur. Əvvəllər də qeyd etdiyimiz kimi, Azərbaycan prezident ailəsi bütün bizneslərini əlbəttə ki, öz adlarına keçirə bilməzlər. Etibar edib, pay verdiyi başqalarının adlarına da bizneslərini rəsmiləşdirirlər. Əhədbur ailəsinin İlham Əliyevin Azərbaycanda hansı bizneslərini idarə etməsi barədə başqa bir videoda detallı danışacağıq. Mançehir Əhədbur qumara düşkünlüyü ilə də məşhurdur. Məsələn, bu şəkil İspaniyada Mançehir Əhədbur kazinoda qumar oynayarkən çəkilibdir. İlham Əliyevin Mançehirə bu qədər etibar etməsi hələ 90-cı illərdən onların birgə qumar masalarında dost olmasından qaynaqlanır. Ailəyə yaxın bir mənbə bildirir ki, İlham Əliyev və Mançehir həm Azərbaycanda, həm də Türkiyədə əvvəllər dəfələrlə kazinolarda qarşılaşıblar və oradan dostlaşıblar. Hətta hazırki dövrdə vaxtaşırı İlham Əliyev, Mançehir Əhədbur Xancah, Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov və adı bəlli olmayan iki ərəb milyarderi ilə birgə Bakıda çox yüksək səviyyədə və gizli qumar partiləri keçirilir. Mançehir Əhədburun özündən 35 yaş kiçik Azərbaycanlı arvadı, keçmiş model Diana Əhədbur da Azərbaycan mediasında tanınan isimdir. Diana əvvəllər yoldaşının kimliyi barədə açıqlama vermirdi. Sonradan mediaya bu ad bəlli oldu. İlham Əliyevin ailəsinin bizneslərini idarə edən, çirkli pullarını daşıyan qumar dostu Mançehir Əhədbur Xancah. Diana Əhədbur Azərbaycan prezident ailəsinin xanımlarından sonra ərinə güvənərək özünü Azərbaycanda ən ali qadın hesab edir. Değerli dostlar, baxın, göstərdiyim dəqiqliyindən də baxın, bu da bir kokteylə Diana Əhədburun ödədiyi 37.500 euro puldur. Və bu sosial şəbəkələrdə də çox yayılıb. Bəlkə də siz də qarşınıza çıxmışdı bəzilərinizin, amma bunun kimi olduğunu, kimin arvadı olduğunu, bunun ərinin kim olduğunu, ərinin kimlə əlaqəsi olduğunu, kimin bizneslərini idarə etdiyini bilmirdiniz. Baxın, Dubayda nə hoqqalar verir. Azərbaycan xalqının pullarıdır bütün bunlar və utanmazcasına da elə sosial şəbəkələrdə, videolarla və s. göstərirdilər ki, sizin pulunuzla, bax sizə acıq veririk. Bir stəkan içkiyə biz 70 bin manat pul veririk. Azərbaycan qazısına isə Əliyev 80 manat pul verir. Utanmaq lazımdır biraz.